Azərbaycan kimin yanındadır? Bir tərəfdən Azərbaycan ordusu İranla birgə hərbi təlimlər keçirir, digər tərəfdən Azərbaycanın Müdafiə naziri İranla münasibətləri gərgin olan İsraildə səfərdədir. İran prezidenti Məsud Pezeşkiyanın Bakıya səfərindən sonra iki ölkə rəhbərləri yenə də dostluqdan, qardaşlıqdan danışmağa başlayıblar. Halbuki son illər münasibətlər, xüsusən də İranda Azərbaycan səfirliyinə hücumdan sonra gərginləşmişdi. Bakı ilə Tehranın əlaqələri yeni mərhələyə yüksəldimi? Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Əraston Oruclu yeni mərhələ yanaşmasını qəbul etmir. Deyir, bu sadəcə İranın yeni taktikasıdır. Azərbaycan ictimaiyyətini inandırmağa çalışır ki, Azərbaycana münasibəti artıq fərqlidir. Və bu taktikanın da şübhəsiz ki, İranın prezidentinin öz təşəbbüsü olmadığı aksiyondur. Çünki İran elə bir dövlətdir ki, orada bütün qərarlar, o cümlədən də bu və ya digər dövlətlə münasibətlə bağlı qərarlar yüksək səviyyədə verilir. Yüksək səviyyə dedikdə mən Seyid Əli Xamneyini nəzərdə tuturam. Əslində isə heç nə dəyişməyibdir. Bu yalnız ona hesablanıb ki, İrana Azərbaycandakı imicini dəyişmək lazımdır. Bunun bir çox səbəblər ola bilər. Amma əsas hədəf budur. O ki qaldı Azərbaycana, Əraston Orucluya görə indi rəsmi Bakı həm İran, həm də İsrail ilə paralel, balanslı siyasət aparmağa çalışır. Çünki bir tərəfdən ümidli idi ki, İsrail onun Vaşinqtonda lobbiçiliyini eləyəcək. Halbuki bu gözlənti özünü doğrultmadı. Digər tərəfdən də İranla münasibətlərinə hazırda dəyişməkdə olan İran-ABŞ münasibətləri təsir edir. Əgər ABŞ-İran münasibətlərində irəliləyiş olarsa, ilk növbədə də İranın nüvə proqramı ilə bağlı. Bu sonradan hər hansı bir formatda əməkdaşlıq müstəvisinə keçərsə, əlbəttə ki, bu Azərbaycan üçün mənfi hal olardı. Ona görə ki, bu halda İsrailin də imkanları məhdudlaşmış olacaqdı onun İran siyasətində və Azərbaycanın da İsrailə ehtiyacı azalmış olacaqdı. Ona görə ki, məlumdur ki, ABŞ-ın dəstəyi olmadan İsrail İrana qarşı heç bir addım ata bilməz. Bakıda bunu nəzərə alırlar, dediyim kimi, ona görə düşünürlər ki, İranla da münasibətlərə nisbətən yumşaqlıq gətirmək lazımdır və birdən sabah ABŞ-İran əməkdaşlığı başlayarsa, bu Azərbaycanın bir qədər də təcrid olunmasına gətirib çıxara bilər. Dediyim kimi, onsuz da İsrail bugün Azərbaycana lobbiçilik eləyə bilmir, onun özünə lobbiçilik eləyən lazımdır və bu halda Azərbaycanın vəziyyəti çətinləşə bilər. Artıq qərbdən, ABŞ-dan təzyiq görməyən İran Azərbaycana təzyiqini artıra bilər. Bunu Bakıda nəzərə almağa məcburdular. Hakim Yeni Azərbaycan Partiyasından millət vəkili Hikmət Məmmədov isə bu fikirlərlə razılaşmır. Deyir, xüsusən də İran prezidentinin Bakı səfərindən sonra iki ölkə arasında yeni bir səhifə açılıb və ölkə xarici siyasətində yalnız öz milli maraqlarını əsas götürür. Başqa sözlə, millət vəkilinə görə ölkənin İran və İsrailə olan münasibətləri arasında təzad axtarmağa dəyməz. Hikmət Məmmədov Azərbaycan-İran münasibətlərinə İran-ABŞ danışıqlarının nəticəsinin təsir etməsi fikrini də bölüşmür. İran-Amerika münasibətlərinin daha kritik olduğu mərhələlərdə də Azərbaycanın mövqeyi İranın ərazi bütövlüyündən yana olubdur, İranın hüquqlarından yana olubdur və bu gün də bu davam edir. Ona görə də ABŞ-İran münasibətlərinin iki tərəfli münasibətləri nədirsə, Azərbaycan bu münasibətləri əlbəttə əslən müdaxilə etmir, amma mövqe bildirmək lazımdırsa, bütün tərəflər bilir ki, burada beynəlxalq hüquq tərəfindən tanınmış norma, hüquq və dəyərlər çərçivəsindədir. Ona görə də bu münasibətlərin necə olmasından asılı olmayaraq nə İran-Azərbaycan münasibətləri dəyişməyəcəkdir, nə də Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri dəyişməyəcəkdir. Hakimiyyət təmsilçiləri Azərbaycan prezidentinin balanslı xarici siyasətini öysələr də, müstəqil ekspertlər bunun neqativ tərəflərindən danışırlar. Konkret olaraq həm İrana, həm də İsrailə münasibətdə aparılan balanslı siyasət barədə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Əraston Oruclu deyir ki, bu gedişlə rəsmi Bakı hər iki dövlətlə münasibətdə etimadı itirə bilər.